meşə çox böyükdür. Torontoda belə meşələr çoxdur dostlar. Bura e-bike ilə gələnlər var, məsələn biz, velosipedlə gələnlər var, itlərini gezdirmək üçün gələnlər var. Burada arkada gördüyünüz yeri oradan düşmək istədik. Amma şeylə də qazla. Çox fikirləşdik ki, təhlükəlidir. Onu görə eləmədik. Elə belə burada sadəcə sürdük. Expert riders only da, yəni peşəkarlar, təcrübəli sürücülər ancaq düşə bilər oradan. Çünki belə görsənmir, amma hündürdür. Hə dostlar, belə işlər. Gördün oradan gələn? Hə? Ha. Yorulmamsa? Biraz. Ne yaxşı e-bike deyə, adi velosiped olsaydı sürə bilməyəcəkdik ki. Ora getmək olmur ki yuxarı. Ha da. Keçindən getdik. Bir dənə də sən götür velosiped, sənlə gedək oralara. Yaxşı. 5 dəqiqə dincələyim, mən qoca kişiyəm. Necə yoruldun? Qoca olmuşam da o. Faşistlərin kaskasına oxşayır. Hə? Faşistlərin kaskası. Faşist? Hə. İtaliya. Nemes. Hə. Faşist bilmirsən kimdir? Faşistlər İtaliya olub da. Yox, Nemeslər. Hə, Nemeslər Almaniya olub. Hə. Necəsən? Getdik. Hə, Mussolini tanıyırsan, hə? Mussolini yox oğlum, kimdir? Bəsdir. Tanımıram da Hitlerin Mussolini. vaxtında İtaliyada kim prezident idi? Ha, bilmirəm də olub. Təhlükəli yerdən düşdün ha. Təhlükəlidir. Hə? Təhlükəlidir. Yox, amma prosta qorxdum. Şey. Göy götürüyorlar. Həyat belə bu saniyə göy çəkir. Əgər Kanada yaşayırsınızsa, mütləq bazar günü ya da boş vaxtınız olanda uşaqlarınızı təbiətə göndərin. Çünki uşaqlarınız üçün təbiət çox önəmlidir. Məsələn, biz bu gün 2 dənə velosiped aldıq. Anam, atam, mən, bir də Mürsən getdik meşəyə. Həftə sonları mütləq evdən çıxın, istirahət eləyin. 2 dənə bayq alsınız bəsdir. Getdik.